Biz sizinlə bugün əvəzlik mövzusundan bu əvəzliklərindən sonra vergülün işlənməsi barəsində məlumat verəcəyik. Nə zaman vergül olur, nə zaman vergül olmur. Əgər bu əvəzliyi cümlə daxilində ismin kim, nə sualına cavab verərsə, bu halda mübtəda vəzifəsində çıxış edir və bu əvəzliyindən sonra vergül işarəsi işlədilir. Məsələn, deyirəm, o Atamgil tərəfə baxdı. Nə etdi? Baxdı. Kim o? Kim sualına cavab verdi? Mübtəda vəzifəsində işləndi, vergüldən istifadə olunur. Bəs nə zaman vergül olmur? Əgər bu əvəzliyi cümlə daxilində sifətin sualına cavab verərsə, bu halda təyin vəzifəsində çıxış edir və vergül işarəsindən istifadə olunmur. Deyirəm ki, bu binalar daha səliqəlidir. Səliqəlidir nə? Binalar. Hansı binalar? Bu binalar. Sifətin sualına cavab verdi, təyin vəzifəsində çıxış etdi və vergüldən istifadə olunmadı. Xüsusi qeyd. Əgər bu əvəzliyi ismin sualına cavab verərsə, 3 halda vergüldən istifadə olunmur. Birinci hal, özündən sonra feil gəldikdə. O gəlməyəcək, gəlməyəcək. Kim o? Nə olsun mübtəda oldu, nə olsun kim sualına cavab verdi. Amma özündən sonra feil gəldi deyə vergüldən istifadə olunmayacaq. İkinci hal, özündən sonra əvəzlik gəldikdə. Bu bizə aiddir. Aiddir. Nə? Bu. Özündən sonra biz, yəni şəxs əvəzliyi gəldiyi üçün vergüldən istifadə olunmayacaq. Üçüncü hal, özündən sonra köməkçilik hissəsi gəldikdə. Deyirəm ki, o lap ağ etdi. Ağ etdi. Kim o? İsmin sualına cavab verdi, mübtəda vəzifəsində çıxış etdi, amma özündən sonra köməkçilik hissəsi ədat gəldiyi üçün vergüldən istifadə etmədi. Deməli, biz vurğuladıq ki, əgər bu əvəzliyi kim nə sualına cavab verərsə, mübtəda vəzifəsində çıxış edərsə, amma özündən sonra köməkçilik hissəsi gələrsə, bu halda vergüldən istifadə olunmur. İstisna, modal, sözlər. Bu əvəzliyi ismin sualına cavab versə, mübtəda vəzifəsində çıxış edərsə, özündən sonra modal söz gəlsə, vergüldən istifadə edirik. Məsələn, deyirəm ki, o yəqin ki, məlumatlıdır. Məlumatlıdır. Kim? O. Yəqin ki, güman şübhə bildirən modal sözdür. Vergüldən istifadə olundu. Amma modal sözlərdən sanki, güya, elə bil. Bu üçü işlənərsə, o zaman vergüldən istifadə olunmayacaq. Bəzi cümlələrdə bu əvəzliyini iki cür düşünmək olur. Bu hallarda biz vergüldən istifadə edə də bilərik, etməyə də bilərik. Məsələn, deyirəm ki, o meşəyə getdi. Bir var deyirəm ki, kim